Herkese salam. Bugün çox ləzzətli, yumuşaq pide resepti bölüşürəm. Videomu sona kimi izləyib kanalıma abunə değilsinizsə abunə olmağı unutmayın. Qaba əvvəlcə 1 stəkan su və 1 stəkan süd əlavə edirəm. Hər ikisi ilik halda olmalıdır. Üzərinə 1 xörək qaşığı maya əlavə edirəm. Daha sonra 1 çay qaşığı qarışdırıb şəkər aktivləşməyini gözləyirəm. Daha sonra üzərinə duru yağ və duz əlavə edirəm. En sonda isə un əlavə edib xəmir yoğururum. Ümumilikdə 4 stəkan yarım un istifadə etdim. Siz də un miqdarını az-az əlavə edərək dəqiq bilə bilərsiniz. Çünki unlar fərqli olur. Ələ yapışmayan, yumuşaq, elastik xəmir olur. Xəmirimiz artıq hazırdır, demək olar. Üzərini örtüb təxminən 1 saat mayalanmağa qoyuram. Bu arada içliyi hazırlayıram. İçlik üçün qiyməni qovururam. Üzərinə soğan əlavə edirəm və daha sonra isə tomat pasası əlavə edirəm. İçliyimizi hazır edirəm. Xəmir acıdır və xəmiri 8 bərabər hissəyə bölürəm. Gündə tuturam. Burada biraz böyük bölmüşəm. Daha sonra isə xəmirlərin hərəsindən biraz götürüb daha 2 kiçik gündə hazırladım. Ümumilikdə 8 ədəd pide alındı. Pendiri rəndədən keçirib hazır qoyuram. Və keçirəm bir-bir yayıb pide forması verməyə. Çalışın yayarken uzun sov formada yayın. Biraz da kenarlara doğru yayın ki bükərkən onsuz da kenarlarını bükəcəksiniz və uzun sov forma alınacaq istər-istəməz. Kenar hissələrinə Holland pendiri yerləşdirirəm və üzərini örtəcək qədər xəmiri büküb forma verirəm. Gördüğünüz bu formada bükürük. Bükərkən çalışın sıx bükün ki bişərkən açılmasın. Və hazırladığımız qiyməni içərisinə yerləşdiririk. Ətlərin üzərinə rəndelədiyimiz pendirdən qoyuram. Və 1 ədəd yumurta sarısının üzərinə duru yağ əlavə edib fırça vasitəsilə pidələrin kənar hissələrinə çəkirəm. Yumurta sarısına süd də əlavə edə bilərsiniz. Məndə süd bitmişdi deyə duru yağdan istifadə etdim. 200 dərəcəlik sobada bişməyə qoyuram. Pidelərimiz hazırdır. Çox dadlı oldu. Hər birinizə hazırlamağı məsləhət görürəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Yeni videolarda görüşmək diləyilə. Kanala abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Fikirlərinizi şərh bölməsində mütləq qeyd edin.